Çevrənin mərkəzi O nöqtəsidir. Deməli, diametri də AB verilibdir. B bucağının dərəcə ölçüsü 62 dərəcədir. B əgər 62 dərəcədirsə, onda bunlar radius olduğuna görə bir-birinə bərabər olur və bərabər yanlı üçbucaq yaranır. Onda bu C bucağının bu hissəsi də, yəni OSB bucağı da 62 dərəcəyə bərabər olur. Daha sonra nəyə baxırıq? A ilə C-ni birləşdirək. Burada yaranan S daxili bucağı AB diametrinə söykənir, düzdürmü? Çünki demişdi ki, mərkəz O-dur və AB-yə diametr demişdi. S daxili bucağı AB diametrinə söykəndiyinə görə 90 dərəcə yaranırdı. İndi o bizdən soruşur ki, AC-yə O-nu tapaq. Yəni 90-dan 62 dərəcəni çıxmaq lazımdır. Bu da verəcək bizə 28 dərəcə. İkinci sualda konsentrik 2 dənə çevrə verilib. Konsentrik çevrə dedikdə mərkəzləri eyni olan çevrələr nəzərdə tutulur. Deməli, bu çevrələrin radiuslarının nisbəti verilibdir. Böyük yerin kiçik yerə nisbəti 7-nin 4-dədir. Onda böyük yerin yerinə 7x, kiçik yerin də yerinə 4x yaza bilərik. Daha sonra bu çevrələrin arasındakı halqanın qalınlığı nəzərdə tutulur. Yəni, bu hissə nəzərdə tutulur. Bundan ötürü də böyük yerdən kiçik yer çıxılır. Və qalınlığın da qiymətini bizə 6 sm veribdir. Böyük yerin yerinə 7x, kiçik yerin yerinə 4x yazırıq. Bərabər olur 6-ya. 3x 6-dır, x da 2-yə bərabərdir. İndi o bizdən soruşmuşdu ki, kiçik çevrənin radiusunu, yəni kiçik yerin tapılması. Kiçik yerdə 4x-ə bərabərdir və x-in də qiymətini 2 tapmışıq. Kiçik yer bərabər olur 8. Dördüncü sualda deyir ki, çevrənin ən böyük vətərinin uzunluğu 12 sm-ə bərabərdir. Biz bilirik ki, çevrənin ən böyük vətəri onun diametridir. Yəni, diametrin qiyməti 12-yə bərabərdir. Radiusun qiymətinin tapılması istənilir. Radius da diametrin yarısına bərabərdir. Yəni, diametrin yarısı 12-nin yarısı 6-ya bərabərdir. 6-cı sualda deyilir ki, çevrə xaricindəki nöqtədən çevrəyə qədər ən uzaq məsafə, deməli bu hissəni nəzərdə tutur. Bura bərabərdir 18-ə. Ən yaxın hissəni isə buranı nəzərdə tutur. Burada 4-ə bərabərdir. 18-dən 4-ü çıxsaq bizə verəcək 14. Yəni 14 də bu çevrənin diametridir. Diametri 14-ə bərabərdir. Radiusunu soruşur. Radius diametrin yarısı idi. Bərabər olur 7 sm. 8-ci sualda deyir ki, radiusun qiyməti 7,5-ə bərabərdir. Bu çevrənin mərkəzindən AB vətərinə qədər olan məsafə 4,5 sm-dir və bizdən soruşur ki, vətərin özünün uzunluğunu tapın. Bu hissəndə x-la işarə eləsək, biz bilirik ki, vətərin yarısı, daha sonra məsafə və bu çevrənin radiusu düzbucaqlı üçbucaq əmələ gətirirlər. Onda buradan biz bu vətərin yarısını taparıq. Necə? Pifaqor teoremi ilə getməklə. Pifaqora görə x-in kvadratı üstə gəl 4,5-in kvadratı 7,5-in kvadratına bərabərdir. X kvadrat bərabər olur. 7,5-in kvadratı 56,25. Bu müsbət elementi atırıq o tərəfə. 4,5-in kvadratı da eləyir 20,25. Bunları bir-birlərindən çıxanda, yəni 56,25-dən 20,25-i çıxanda verir bizə 36. Kvadratda 36 eləyən ədədlər plus minus 6. Amma həndəsədə biz ancaq müsbət qiyməti götürürdük. Deməli, x-in qiyməti elədi 6. Bu hissənin qiyməti 6-dır. O bizdən AB vətərini bütöv formada soruşur. 6 vətərin yarısıdır. Onda vətərin özünü tapmaq istəyiriksə, 6-nı 2-yə vururuq. Verir bizə 12. 9-cu sualda deyir ki, çevrənin mərkəzindən bu çevrəyə toxunan düz xəttə qədər məsafə. Biz bilirik ki, çevrənin mərkəzini toxunana qədər birləşdirsək, onda bizə bu verəcəkdir çevrənin radiusunu. Və həmin məsafənin də elə 10 sm olduğu qeyd olunur. Deməli, radius elə 10 sm-ə bərabərdir. 10-cu sualda deyir ki, radiusu R olan çevrənin A nöqtəsi götürülübdür çevrə üzərində. Buradan AC diametri çəkilib və AB vətəri çəkilibdir. AB radiusun kök 3 mislidir və AC bucağının tapılmasını istəyir bizdən. Burada biz həm düzbucaqlı üçbucaqda trigonometrik nisbətləri istifadə edə bilərik, həm də Pifaqor teoreminə gedə bilərik. Əvvəlcə onu deyək ki, B bucağının qolları AC diametrinə açıldığına görə orada mütləq 90 dərəcə var idi. Yəni düzbucaqlı üçbucaq yaranmışdı. BC-ni tapmaqdan ötürü də Pifaqor teoremini istifadə edə bilərik. X-in kvadratı üstə gəl kök 3 yerin kvadratı 2 yerin kvadratını verirdi bizə. Düzdürmü? X kvadrat bərabər olurdu. 4 yerin kvadratı çıxılsın. Kök 3 kvadratı yüksəldəndə 3 eləyirlər. 3 yerin kvadratı, yəni R.
kvadratı eləyirdi. Onda x da radiusun elə özünə bərabər idi. Burada x radiusun özünə bərabər olurdu. Daha sonra biz bilirdik ki, əgər düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq varsa, bunun qarşısında duran katet hipotenuzun yarısı idi. Və ya tərsəsinə, əgər katet hipotenuzun yarısıdırsa, onda bu axtardığımız bucaq 30 dərəcəyə bərabərdir. 11-ci sualda belə bir çevrə verilibdir. Mərkəzi O nöqtəsidir. Buradakı AOB bucağının 120 dərəcə olduğu qeyd olunur. AB vətəri də 6 sm-ə bərabərdir. Bizdən istəyir ki, bu çevrənin mərkəzindən vətərə qədərki məsafəni tapaq. Bu bərabər yanlı üçbucaqdır. Niyə? Çünki AO da radiusdur, OB də radiusdur. Çevrənin sonsuz sayda radiusu var, amma hər biri bir-birinə bərabərdirlər. Onda bərabər yanlı üçbucaqdır. Buradan bura məsafə çəkdik, yəni hündürlük çəkdik. O hündürlük eyni zamanda tən bölən ucaq. 120 dərəcəli bucağı 2 yerə bölsəm, verər mənə 60. Burada da 1,90 var idi. Onda B bucağının dərəcə ölçüsü də 30 dərəcəyə bərabər olacaq. Bir də bu çəkilən hündürlük eyni zamanda medianı idi deyə AB vətərini də yarıya bölürdü. 3 sm-ə bərabər olurdu. Onda bir növ burada 30 dərəcəli bucağın qarşısındakı katetin tapılmasını istəyir bizdən. Hansı ki 60-ın qarşısındakı katet də özü 3 sm-ə bərabər idi. Biz də bilirdik ki, 30-un qarşısındakı x-dırsa və yaxud da ki a-dırsa, onda 60-ın qarşısındakı a kök 3-ə bərabər idi. A-nın yəni kök 3 misli idi. A kök 3 bərabərdir 3. Vurmanı atırıq o tərəfə bölmək kimi 3 böl kök 3. Və məxrəci də kök 6 saxlamaq olmaz deyə qoşmasına vururuq. Kök 3-ün qoşması ilə yenə kök 3-dür. Kök 3-ü kök 3-ə vuranda eləyir 3. 3 ilə də 3 ixtisar gedir. A bərabər olur kök 3-ə, yəni B variantı. 13-cü sualda deyir ki, çevrənin mərkəzindən 6 sm və 8 sm məsafədə olan vətərlər çəkilibdir. Deməli, AB və AC vətərləri bura olsun 6 sm, burada olsun 8 sm. Onda burada 8 sm-ə bərabər olur və bu hissələri birləşdirsək, Pifaqor teoreminə görə 6, 8, 10 alınacaqdır. Yəni 6-nın kvadratı ilə 8-in kvadratını kök altında topladıqda misr ədədlərinə görə bizə 10 verəcəkdir. O da bizdən elə çevrənin radiusunu soruşurdu. Radius 10 sm-ə bərabər olur. 15-ci sualda radiusun qiyməti verilibdir 6 sm, daxilə çəkilmiş bucağı 45 dərəcə verilibdir və qövsün uzunluğunu soruşur. Biz bilirik ki, qövsün uzunluğu, yəni AB qövsünün uzunluğu nəyə bərabərdir? Çevrənin uzunluğunu vururduq alfa böl 360 dərəcə. Sadəcə olaraq burada alfa daxili bucağı göstərmirdi. Həmin qövsün dərəcəsini göstərirdi. Yəni bir növ ona söykənən mərkəzi bucağı göstərirdi. Əgər daxili bucaq 45 dərəcədirsə, bilirik ki, mərkəzi bucaq bunun 2 misli idi. Onu da aparıb qiymətləri sadəcə olaraq yerinə yazmaq qalır. 2 pi, radiusun yerinə yazırıq 6, alfanın da yerinə yazırıq 90, burada da 360. 90 və 360 ixtisar gedir, 4də 1 qalır. 2-ni 6-ya vururuq, eləyir 12 pi. 12 pi-ni də 4-ə böləndə bizə verəcəkdir 3 pi. Və o bizdən minor qövsün uzunluğunu soruşduğuna görə cavabda 3 pi götürürük. 16-cı sualda bizə verib ki, çevrənin AMB qövsünün dərəcəsi 3 pi-dir, uzunluğu daha doğrusu. BNC qövsünün uzunluğu isə 5 pi-yə bərabərdir. Əvvəlcə 3 pi ilə 5 pi-ni toplayırıq. Eləyir 8 pi. 8 pi çevrənin yarısının uzunluğudur. Çünki yarım çevrəni götürmüşük. Onda bütün çevrəni soruşsa bizdən, bütün çevrə 8 pi-nin 2 misli qədər olar. Yəni 16 pi-yə bərabər olar. Daha sonra isə bu bizdən soruşur ki, çevrənin radiusunun qiyməti tapılsın. Çevrənin uzunluğunu 16 pi veribdir bizə. Daha doğrusu özümüz 16 pi olduğunu tapdıq. Uzunluq formuluna gedirik. Uzunluq bərabər idi 2 pi yerə. Burada pi ilə pi-lər ixtisar gedir. 16 ilə də 2 ixtisar gedir və radius 8-ə bərabər olur. 18-ci sualda deməli deyir ki, çevrənin radiusu 17 sm-ə bərabərdir və bu dəfə çevrənin diametrinə müxtəlif tərəflərdə olan 2 dənə vətər verilibdir. Biri 16-dır, biri də 30-a bərabərdir. Deməli, daha qısa olana 16 deyək və bu bizdən soruşur ki, 2 vətər arasındakı bu məsafənin tapılması, yəni bu hissənin tapılmasını istəyir bizdən. Deməli, biz demişdik ki, vətərin yerində bizə özü yox, yarısı lazımdır. Burada eləyirdi 8. Onda bu hissədəki məsafəni tapaq. Ora məsafə 1 deyək məsəl üçün. Misr ədədləri ilə bilirik ki, 8, 15, 17-dir. Və yaxud da ki, Pifaqora gedəsi olsaq, 17-nin kvadratından 8-in kvadratını çıxsam 225 eləyər. Bu da verərdi mənə 15-i.
Keçək indi ikinci vətərə. İkinci vətərdə radiusun uzunluğu 17 sm-ə bərabərdir. Vətərin özü isə 30 sm-dir. 30 sm-in yenə vətəri yarıya bölsən verər bizə 15. Bu dəfə də çatışmayan digər katet yenə misr ədədlərinə görə 8, 15, 17 olardı. Və yaxud da ki, yenə Pifaqora da gedə bilərik. 17-nin kvadratından 15-in kvadratını çıxsam, 289-dan 225 çıxdıqda 64 verir. O da kökün altında bərabər olurlar 8-ə. İndi bu iki vətər arasındakı məsafənin tapılmasını istəyir. Biz demişdik ki, əgər vətərlər çevrənin mərkəzindən müxtəlif tərəflərdədirlərsə, onlar arasındakı məsafə onların mərkəzdən məsafələrin cəmlərinə bərabərdir. Yəni buradan bura 15-dir, aşağı hissəyə qədər də 8-dir. 8 plus 15 bərabər olacaqdır 23 sm. 19-cu sualda çevrədə deməli radiusu 25 sm bərabərdir və diametrdən eyni tərəfdə yerləşən 30-luq və 40-lıq 2 dənə vətər çəkilibdir. Biz bilirik ki, qütblərə doğru, yəni kənarlara doğru bu vətərlər qısalırlar, mərkəzə doğru isə uzanırlar. Deməli, 30 olan vətər arxada dayanandır, 40-lıq vətər isə daha qabaqda, yəni ön hissədə dayanan vətər də 40-a bərabərdir. Və yenə burada düzbucaqlı üçbucaqlar yaranır və 2 dəfə Pifaqor teoremi tətbiq olunacaqdır. Əvvəlcə arxada dayanan vətərin mərkəzdən məsafəsini tapaq. Deməli 30 sm isə bizə vətərin özü yox, onun yarısı lazım idi. Bura verirdi bizə 15 sm. Daha sonra radiusun qiymətini 25 sm vermişdi. Misr ədədləri ilə də 15, 20, 25 idi. Yəni 25-in kvadratından 15-in kvadratını çıxsaydıq, arxadakı vətərin məsafəsi yaranacaqdı. Bu da eləyəcəkdi 20 sm. Yəni bu hissə 20-yə bərabərdir. Keçək daha irəlidə olan vətərə. Bu vətərin də özünün uzunluğu 40 sm-dir. Onda yarısı bərabər olur 20-yə. Yenə radiusun qiyməti onsuz yenildirəm. Çevrənin sonsuz sayda radiusu var və hər dəfə eyni qiymətə bərabər olurlar. Deməli, vətərin yarısı 20-dir, radiusu 25-dir. Onda bu hissəni soruşur bizdən. Bu dəfə də 25-in kvadratından 20-nin kvadratını çıxarıq. O da bizə verər 15-i. Bu da ikinci məsafənin qiymətidir. İndi bu hissə 20-yə bərabərdir. Bu hissə də 15-ə bərabərdir. Bizdən bu iki vətər arasında qalan kusok soruşulur. Onda yəni əgər diametrdən eyni tərəfdə olurlarsa, iki vətər arasındakı məsafəni tapmaqdan ötürü onların mərkəzdən məsafələri bir-birlərindən çıxılır. 20-dən 15 çıxardırıq, verir bizə 5 sm. 20-ci sualda deməli çevrədir, daxilində kvadrat da var və bunun S təpə nöqtəsi çevrənin üzərinə düşübdür. Digərləri isə biri radiusun üzərindədir, biri də burada D nöqtəsi kimi qeyd olunubdur. İndi bizə deyir ki, bu çevrənin uzunluğunda, biz də bilirik ki, çevrənin uzunluğu 2 pi yerdir. Yəni, bizə əslində radiusun qiymətini tapmaq kifayət edir ki, uzunluğunda rahat formada qiymətini tapaq. Keçək nəyə? Deməli, burada çevrənin radiusu OY də götürə bilərik, OS də götürə bilərik. OY və OS bir-birlərinə bərabərdirlər, çünki hər ikisi də çevrənin radiusudur. OY hansı hissələrin cəmindən ibarətdir? Əgər biz buranı x-la işarə eləsək, OY OB ilə BY-nin cəmindən ibarətdir. Deməli, baxın, OY parçası OB ilə BY-nin cəmindən ibarətdir. OB-ni x-la işarə elədik. Bu da deməli cəm olaraq OS-ni verirdi. OB-ni işarə elədik x-la. BY-nin də qiymətini misal bizə vermişdi ki, 5 vur kökdə 2 minus 1-ə bərabər idi. Keçək OS-yi. OS-ni tapmaqdan ötürü də kvadratın diaqonalı xassəsindən istifadə edirik. Deməli, kvadratın bütün tərəfləri bilirdik ki, bərabərdir və burada 45, 45, 90 tipli bərabər yanlı düzbucaqlı üçbucaq vardı. Və diaqonalı Pifaqor teoreminə görə x kök altda 2-yə bərabər idi. Deməli, buranı bərabərləşdirdik x kökdə 2-yə. Daha sonra 5 kök 2 minus 1-i yerində saxlayaq, x kök 2-ni də yerində saxlayaq. Bu müsbət olan x-i ataq o tərəfə, mənfi x şəklində. Burada x-i ortaq vuruq kimi kənara alsaq, kök 2 minus 1 qalar. Sol tərəfdə isə 5 vur kök 2 minus 1 qalar. Burada kök 2 minus 1-lər ixtisar getdi. X bərabər olur 5-ə. Amma o bizdən çevrənin radiusu soruşmuşdu. Radiusda OS-nin üzərindən də görə bilirik ki, x kök 2-yə bərabərdir. Yəni x-i da 5 verildirsə, radius 5 kök 2-yə bərabərdir. Və çevrənin uzunluq formunda aparıb bunu yerinə yazsaq, radiusu yerinə yazırıq 5 kök 2 və bunu 2-yə vururuq. Verir bizə 10 kök altda 2 pi.
21-ci sual, 20-ci sualın da xassant formasıdır. Burada kvadratımız var idi bizim OBCD və bunun diaqonalını 6 kök 2 vermişdi. Yəni BD diaqonalı 6 kök 2 idi. OC də eyni zamanda həmin o kvadratın diaqonalıdır. Yəni OC-nin də qiyməti 6 kök 2-yə bərabərdir. Onda bu məntiqlə gedəsi olsa. Bəs kvadratın diaqonalı 6 kök 2-dirsə, tərəfləri neçəyə bərabərdir? Kök 2-yə bölmək lazımdır sadəcə olaraq. Buranın qiyməti 6-ya bərabər olacaqdır. İndi keçək nəyə? Çevrənin radiuslarından biri OC-dir, digər radius da artıq burada çəkilibdir. OY-yə bərabərdir. OY-nin qiyməti də elə eyni zamanda radiusun qiymətinə, yəni 6 kök 2-yə bərabər olacaqdır. İndi bizdən o soruşur ki, BY-nin qiymətini tapaq. Bura qədərki qiymət 6 kök 2-dir. OB-nin qiyməti də 6-dır. BY-ni tapmaqdan ötürü OB-dən, yəni 6 kök 2-dən bu 6-nı çıxmaq lazım olacaqdır. 6 kök 2 çıxılsın 6-ya bərabər olacaqdır cavab. 22-ci sualda deməli çevrənin diametri veribdir, hərfi ilə işarə olunub. PQ və UT vətərləri çəkilibdir və bu iki vətər bir-birlərinə bərabərdir. Hətta hər biri diametrin 6/5 hissəsinə bərabərdir. Yəni buradakı PQ vətəri diametrin 6/5 hissəsinə bərabərdir. 6/5 D-yə bərabərdir. Və bizdən soruşur ki, bu iki vətər arasındakı məsafənin tapılması lazımdır. Biz bilirik ki, əgər iki vətər bir-birlərinə paraleldirlərsə və özlərinin qiymətləri bir-birinə bərabərdirlərsə, onda onlar arasındakı məsafəni tapmaqdan ötürü birinin mərkəzdən məsafəsini tapsaq, daha sonra 2-yə vursaq, yəni kifayətdir. Deməli, bizə lazımdır bu məsafənin tapılması. Belə eləmək lazımdır. Deməli, bu hissə çevrənin radiusudur. Yəni, radius da diametrin yarısına bərabər idi. 2/1 D-yə bərabərdir. Daha sonra bilirik ki, çevrənin mərkəzindən vətərə qədər məsafəni tapmaqdan ötürü oradan ora perpendikulyar çəkirik. Və bu perpendikulyar da vətəri yarıya bölür. Yəni 6/5 D idi, artıq yarıya bölünür, olur 12/5-dir. Qalır geriyə bizə bu məsafənin tapılması. Məsafəni tapmaqdan ötürü də Pifaqor teoremini istifadə edə bilərik. Məsafə bərabərdir kökün altında, yəni kateti tapmaqdan ötürü hipotenuzun kvadratından digər katetin kvadratını çıxmaq lazımdır. D-yə hələ ki fikir verməyək, nə baxımdan? Çünki əgər D burada da varsa və hipotenuzun da içərisində D ilə ifadə olunubsa, deməli avtomatik digər katetdə mütləq D ilə ifadə olunacaq. Yəni D-ni yazmadan sadəcə olaraq 2/1-in kvadratından 12/5-in kvadratına çıxmaq kifayətdir. Baxaq deməli qiymətinə. 4/1 çıx 144/25. 4 və 144 ortaq məxrəc ilə 144-dür. 144-ə getməkdən ötürü buraları 36-ya tamamladıq və alındı 144-də 36 çıxılsın 25. Bu da bərabər oldular 11-ə. Və bu hissəni kökə salmaq lazım idi. 144-dən kökün altında çıxarda bilirik 12-ni, amma 11 kökdən çıxa bilmədi. Elə bu formada da qaldı. Deməli, bu məsafə 12-də, kökdə 11 diametrə bərabərdir. Yəni buranın qiymətini tapdıq ki, 12-də kök 11 diametr. Daha sonra biz bayaq demişdik ki, ikisinin arasındakı məsafəni tapmaq lazımdır. Onda 12-də kök altda 11 diametri D-ni 2-yə vururuq. Burada da 12 ilə 2 ixtisar gedir. Qalır geriyə 6-da kök 11 D, yəni C variantı. 24-cü sualda deməli BAC bucağının dərəcə ölçüsü verilibdir bizə 60 dərəcə və çevrəyə toxunanlar çəkilibdir. Biz bilirik ki, toxunan ikisi də bir-birinə bərabərdir və bu AO düz xətti də A bucağının tən bölənidir. Deməli 60 dərəcəni tən bölsək bizə verər 30 dərəcə. Daha sonra çevrənin mərkəzini toxunanla birləşdirdikdə yaranan radius o toxunana perpendikulyardır. Yəni orada 90 dərəcə yaranır. Deməli 30, 60, 90 tipli düzbucaqlı üçbucaq var idi. AO-nun qiyməti 24 sm-dirsə, 30-un qarşısında dayanan BO radiusu da, yəni katetdə 24-ün yarısına bərabər olacaq. 12 eləyəcək. Deməli radiusun qiyməti bərabərdir 12-yə. Daha sonra o bizdən nəyə soruşur? BNC qövsünün uzunluğunun tapılması. Bilirik ki, qövsün uzunluğu tapdıqda 2 pi vurulsun, alfa böl 360 düsturundan istifadə olunur. Alfa da həmin qövsə uyğun olan mərkəzi bucağı göstərir. Əgər bura 60 dərəcədirsə, onda bunun qarşısında duran bucaq da 180-dən 60 çıxardırıq. Yəni o bucağının qiyməti 120 dərəcəyə bərabər olacaqdır. Amma BNC qövsünə dərəcəni tapmaq istəyiriksə, 360-dan da, yəni bu hissəni tapmaq istəyiriksə,
180-dən 60 çıxdıq, buranı 120 tapdıq. İndi 360-dan 120-ni çıxıb BNC qövsünün dərəcəsini tapırıq ki, bu da eləyir bizə 240 dərəcə. Daha sonra gedirik həmin bu dediyimiz qövsün uzunluq formuluna. Radiusun qiymətini deməli tapmışıq 12 sm. 360-ı bura qeyd edirik. Alfanı da tapmışıq deməli 360-dan 120 çıxdığımıza görə 240-a bərabər olacaqlar. Burada da indi ixtisarlara getsək 12 ilə 360-ı 12-yə ixtisar eləsək, burada qalır 30. 240-lı 30-u ixtisar eləsək, burada qalır 8 və 8-i də buradakı 2 pi-yə vursaq, verir bizə 16 pi. 25-ci sualda deyir ki, deməli çevrənin diametri verilibdir və bu diametr vətərlə kəsişərək onu 3 sm-lik və 7 sm-lik hissələrə ayırır. Onu vətərin öz uzunluğu 3 + 7 10 sm-ə bərabərdir. Daha sonra deyir ki, çevrənin mərkəzindən bu vətərə qədər olan məsafə 2 sm-ə bərabərdir. Məsafə dedikdə isə qarşı tərəfə çəkilən perpendikulyar nəzərdə tutulur da, düzdürmü? Digər bir qayda, əgər çevrənin mərkəzindən vətərə perpendikulyar çəksək, onda o da həmin vətəri yarıya böləcəkdir. Vətərin öz uzunluğu da 3 + 7 10 tapmışdıq, düzdürmü? İndi bunu yarı-yarıya bölək. Bura eləyir 5 sm və digər hissəsi də 5 sm-ə bərabərdir. Amma bura qədər olan hissəni isə 7 sm vermişdi. Bu hissə 5-dirsə, onda 7-dən 5 çıxırıq ki, bu hissənin də qiyməti 2 sm-ə bərabər olduğu tapılsın. Daha sonra görürük ki, burada 45-45 90 dərəcəli bərabər yanlı düzbucaqlı üçbucağı var. O da bizdən elə vətər ilə diametr arasındakı iti bucağın qiymətinin tapılmasını istəmişdi. Yenə deyirəm, bərabər yanlı düzbucaqlı üçbucaq olduğuna görə alfa yenə 45 dərəcəyə bərabər olur. 26-cı sualda 25-ci sualla oxşar formadadır. Bu dəfə də bucağı verir bizə və məsafənin tapılmasını istəyir. Deməli, diametrə deyir ki, kəsdiyi vətəri 2 sm-lik və 6 sm-lik kusoklara bölür. Deməli, onda vətərin özünün uzunluğu 2 + 6 8-ə bərabərdir. Daha sonra deyir ki, çevrənin mərkəzindən bu vətərə qədər olan məsafə. Biz də bilirik ki, məsafə dedikdə qarşı tərəfə atılan perpendikulyar nəzərdə tutulur, düzdürmü? Vətərin öz uzunluğu 8 sm idi. Bu mərkəzdən çəkilən perpendikulyarda bunu yarı-yarıya bölür. Yəni 4-ün 4-ə yarı formasında bölür. Bura qədər hissə 6 sm-dir. Biri hissə də onda 4-ə bərabərdirsə, 6-dan 4 çıxaraq baxın, bu hissə 6 sm-dir. Bura qədərki hissə də 4 sm idi. Onda 6-dan 4-ü çıxıb bu hissənin qiymətini tapırıq ki, bura 2 sm-ə bərabərdir. Və vətərlə diametr arasındakı bucağı 45 dərəcə vermişdi. Burada 1,90 var. Onda deməli digər bucağım da 45 dərəcəyə bərabərdir. Onda 45-45 90 tipli düzbucaqlı bərabər yanlı üçbucaq yaranır. Katetlərdən biri 2 sm-dirsə, digər katetimiz də onda 2 sm-ə bərabər olacaq. Bu katetimizdə elə çevrənin mərkəzindən vətərə qədərki məsafəni göstərirdi. 27-ci sualda deyib ki, ABC-də düzbucaqlısının və onun tərəflərinə toxunan dairələr çəkilib deyib bir-birlərindən iç-içə formada. Bu dairələr kəsişirlər. Ümumiyyətlə belə bir şey deyək ki, bu dairələr biri-biri ilə kəsişsələr, toxunsalar və yaxud da ki, heç bir əlaqəsi olmasa belə, əgər düzbucaqlı daxilinə çəkiliblərsə, mütləq bir-birlərinə bərabər olurlar. Daha sonra nə verilibdir bizə? AD-nin qiyməti veriblər 36 sm və bizdən soruşur ki, bu AB məsafəsinin qiymətinin tapılması lazımdır. Hətta 12 sm olaraq da bu hissənin qiyməti qeyd olunub ki, burada 12-yə bərabərdir. Digər bundan ötürü nə etmək lazımdır? Bu hissəni işarə eləyək özümüzdən bir M ilə, bu hissəni də işarə eləyək X ilə. Amma bunların qiymətləri bir-birlərinə bərabər deyillər. Niyə? Çünki onlardan biri kəsəndir, daha doğrusu bu hissə toxunandır. M isə M-dən keçən düz xətt isə onun kəsənidir. Burada deməli hansı qaydanı istifadə eləyəcəyik? Çevrədə belə bir formulu var idi. Yada gəlirsə, A bura olsun, bura B olsun, bura C olsun. Toxunanın kvadratı bərabər idi. Həmin nöqtədən çəkilən qısa məsafə vurulsun uzun məsafə. Yəni B vurulsun, B + C cəminə bərabər idi. İndi həmin məntiqlə gedəsi olsaq, toxunanın yerinə yazırıq X.
X-in kvadratı bərabərdir kəsənin giriş məsafəsi, yəni m və kəsənin çıxış məsafəsi m plus 12. Bu formada qalsın. Keçək nəyə? X ilə m arasındakı əlaqənin tapılmasına. Buradan bura m idi. Bura qədər hissəni yarılayaq ki, bizə çünki AB-nin yarısının qiymətini lazım olacaqlar. 12-nin yarısı da eləyirlər 6. Deməli, bu hissə m plus 6-ya bərabərdir. Yəni, bu hissə m plus 6-dır. Bura m plus 6-dırsa, B nöqtəsinə çəkilən toxunan kimi baxsaq bura. Onda burada m plus 6-ya bərabər olacaq. M plus 6 da x ilə birləşdikdə bu 36 santimetrlik məsafənin yarısını yaradırlar. Yəni m üstəgəl 6. Ardınca da bu x-i götürdükdə bunlar bu düzbucaqlının, yəni eninin yarısı qədər olurlar. 36-nın yarısı bərabər olurlar 18-ə. İndi m ilə x arasındakı əlaqəni tapdıq ki, onların cəmi nəyə bərabər idi deməli? 12-yə. Daha sonra da gedək nəyə? X-i m ilə ifadə eləyək. X yerində qalsa, x nəyə bərabər olurdu burada? 12 çıxılsın m-ə. Və bu tapdığımız formulu kvadrat toxunanın formulunda aparıb yerinə yazmaq lazımdır. X yerinə yazırıq. 12 çıx m-in çölündən kvadratı bərabərdir. M vur m plus 12-yə. İndi bunları vurub açaq. Deməli, 12 çıx m-in kvadratına fərqin kvadratı kimi açası olsaq. 144 çıxılsın 24 m üstə gəl m-in kvadratı bərabərdir. Sağ tərəfdə də bunları bura paylama ilə vuraq. M-ə vurdum, deməli m kvadrat üstə gəlinsin 12m. İndi burada m kvadratları bir-birlərlə islah gedir. 144 bərabərdir. Mənfi 24-ü də keçirdirik müsbət 12-nin yanına. Eləyir müsbət 24 və bunları da topladıqda 36m eləyir. 144-ü də 36-ya böldükdə m-in qiyməti olaraq tapırıq 4 cm. Deməli m 4 cm-ə bərabərdirsə, bu hissənin qiyməti 4 üstə gəl 6 bərabər olur 10-a. Eyni məntiqlə bu hissə də 10-a bərabərdir. Onda AB məsafəsini soruşursa, AB 2 dənə 10-a bərabərdir. Yəni 20-yə bərabər olur. Deməli, 29-cu testdə radiusları 15-17 olan 2 dənə çevrə verilibdir bizə. Bu iki çevrə bir-birlərinə xaricdən toxunurlar. Daha sonra kiçik çevrənin A nöqtəsindən ona elə bir toxunan çəkibdir ki, bu toxunan böyük çevrəni B və C nöqtələrində kəsir və yaranan bu parça bu çevrələrin mərkəzlərini birləşdirən parçaya nəzərən paraleldir deyir. Və o bizdən soruşur ki, bu AB parçasının qiymətinin tapılması lazımdır. Deməli, biz bu mərkəz ilə çevrənin bu hissəsini birləşdiririk. Bu bizə verir böyük çevrənin radiusunu və bunun da qiyməti 17 santimetrə bərabər idi. Daha sonra bu hissəni birləşdiririk. Mərkəzdən toxunana perpendikulyar göndəririk. O da kiçik çevrənin radiusuna bərabər olacaq. Bu da elədilər 15 santimetr. Daha sonra bunu bura paralel şəkildə köçürürük. Paralel şəkildə köçürdükdə burada 15 santimetrə bərabər olacaq. Onda bu hissənin qiyməti Pifaqor teoreminə görə 17-nin kvadratı çıx 15-in kvadratına bərabərdir. Yəni, kök altda 64-də, o da 8-ə bərabər olur. Yəni, bu hissənin qiyməti 8-ə bərabər olur. Daha sonra isə nəyə baxırıq? Bura əgər 15 santimetrdirsə, çevrənin bu qədərki hissəsidə, yəni burada kiçik çevrənin radiusudur, burada 15 santimetrdir. Qalır geriyə bu balaca hissənin uzunluğunun tapılması. O birisi çevrənin, yəni böyük çevrənin radiusu 17 santimetr idi. Buradan bura qədər 8 santimetrdirsə, onda bu balaca hissə də 9 santimetrə bərabər olur. Və AB-nin tapılmasını istəmişdi bizdən. AB 9 ilə 15-in cəmindən ibarətdir. 10-cu sualda deyir ki, traktorun ön təkərinin radiusu arxa təkərin radiusundan 3 dəfə kiçikdir. Onda balaca olan təkərə kiçik yerlə, böyük yeri də böyük olan təkərdə böyük yerlə işarələsək, böyük yer kiçik yerin 3 mislinə bərabər idi. İndi bizdən nəyi soruşur? Deyir ki, 2700 metr məsafə gedibdir hər iki təkər. Bu zaman ön təkər arxa təkərdən daha çox dövr eləyibdir. Düz 600 vahid çox dövr eləyibdir. Biz də bilirik ki, məsəl üçün bu nöqtənin və yaxud da ki, buradakı götürdüyümüz nöqtənin tam dövr etməsi üçün o öz uzunluğu qədər, yəni yol getməlidir. Məsəl üçün bizdən soruşursa ki, 2700 metrlik məsafədə balaca təkər nə qədər dövr elədi? Onda 2700-ü 2 piyerə bölmək lazım idi. Və yaxud da ki, eyni miqdarda da yenə 2700 kilometrlik məsafəni gedərkən
arxa təkər, yəni daha doğrusu buradakı böyük təkər o nə qədər dövrlədir? Onu da 2700-ü 2 pi böyük yerə bölmək lazımdır. Daha sonra nəyə fikirləşirik? Bu təkərin radiusu balaca olduğuna görə, yəni çevrəsinin uzunluğu balaca olduğuna görə bu təkər bundan daha çox dövr eləyibdir və bunu qiymət olaraq bizə 600 vahidə bərabərləşdiribdir. Deməli, balacanın dövr sayı böyüyün dövr sayı ilə düz 600 vahid çoxdur. Radius baxımından isə deməli aralarındakı münasibət nə idi? Böyük yeri gördüyümüz yerə 3 yer yaza bilərdik və əlavə olaraq da bu misalda bizə deyir ki, pi yerinə 3 yaza bilərsiniz. Onda formulda yerinə yazırıq. 2 pi, pi yerinə daha doğrusu yazırıq 3. Amma r-in qiymətini bilmirik deyə bu formada saxlayırıq. Keçək ikincisinə. 2700 bölünsün 2, pi yerinə yenə 3 yazırıq. Böyük yerin yerinə bu dəfə 3 balaca r yazırıq, bərabərləşdiririk 600-ə. Deməli, burada 2700 ilə 3-ü ixtisar eləsək 900 qalır. 900-ü də 2 ilə ixtisar eləsək 450 bölünsün r-ə bərabər olar. Keçək bu birisinə. Yenə burada da indi 3-ü 3-ə vuranda 9 eləyir. 9 da 2700 ilə ixtisar gedəndə qalırdı geriyə 300. 300-ü də 2 ilə ixtisar eləsək qalır geriyə 150 bölünsün r bərabərdir 600-ə. 450-dən 150 çıxardırıq eləyir 300 bölünsün r bərabərdir 600. R-i tapmaqdan ötürü də 300-ü 600-ə bölmək lazımdır. Bu da verəcək bizə 0,5. 31-ci sualda bir-birlərinə xaricdən toxunan 3 dənə çevrə verilibdir və bunların ən baş və ən son nöqtələr arasındakı məsafəni 12 sm qeyd edib. Bizdən də bu çevrələrin uzunluqları cəminin tapılmasını istəyir. Əvvəlcə bu hissəyə baxaq. Bu hissə birinci çevrənin diametridir. Diametrdə radiusun 2 mislidir deyə birincinin radiusunu R1 ilə işarə eləsək, radiusunun 2 mislinə bərabərdir. Keçək ikinciyə. Bu hissənin də diametri 2, radiusun 2 misli idi axı, R2. Yenə bu hissənin də diametri 2, R3 kimi bərabər olurlar. İndi AB, yəni 12 sm nəyə bərabərdir? 2R1 üstə gəl 2R2 üstə gəl 2R3. Burada lazım olsa 2-ni ortaq vuruq kimi kənara alıb 12 ilə ixtisarda eləmək olardı. Sadəcə olaraq çevrələrin uzunluqları cəmi soruşduğuna görə iki formada qalması yəni bizə sərf eləyir. Onda bunların uzunluqları cəmini istəyir. Birinci çevrənin uzunluğu L1 üstə gəl L2 üstə gəlsin L3-ün tapılması lazımdır. Çevrənin uzunluq formulu nə idi? 2πr1. Bu birisində 2pi R2 və ən axırıncısında 2pi R3-ə bərabərdir. Pi'ləri kənara alsaq 2R1, 2R2 və 2R3-lər qiymət olaraq verilibdir bizə və bunların da qiymətini bayaq neçəyə bərabərləşdirmişdi? 12 sm. Onda bu hissə 12-yə bərabərdir və 12-ni pi-yə vururuq, eləyir bizə 12 pi. Bir də burada kənarda pi-nin qiyməti olaraq 3 və yaxud da ki 3,114 yazılmadığına görə elə pi formasını da saxlayırıq. 33-cü sualda 5 dənə kongruent, yəni eyni dairələr verilibdir və bunların hamısının uzunluqları cəmini 20 pi-yə bərabərləşdiribdir. Deməli, 5 dənə dairənin uzunluqları cəmi 20 pi-yə bərabərdirsə, bir dənə dairənin onda uzunluğu bərabər olardılar 4 pi-yə. Dairənin uzunluq formulu necə idi? 2 pi-yə. 2 pi-yə bərabərləşdirirəm 4 pi-yə ki, görün bu dairələrin hər birinin radiusu neçəyə bərabərdir. Burada pi-lər ixtisar gedir, 4-də 2-yə bölürük, radiusun qiyməti eləyir 2 sm. İndi keçək bu hissəyə. Burada yaranan dördbucaqlının bir dənə tərəfini tapsaq, digərləri də elə buna bərabər olacaqlar. Deməli, bu hissədə 2 dənə radius var. Baxın, bu hissə və bura. Radiusun birinin qiyməti 2 idisə, digərinin də qiyməti 4-dür. Eyni məntiqlə 2 buradan, 2 buradan, 2 üstə gəl 2 eləyirlər 4. Və burada da 45-45-90 münasibəti var. Yəni A kök 2-yə görə bu tərəfin qiyməti 4 kök 2-yə bərabərdir. Onda eyni məntiqlə 4 dənə 4 kök 2 var burada və bunların dördbucaqlının perimetrini soruşurlarsa 4A kimi tapılır. 4A, A-nın da qiymətini 4 kök altında 2 tapmışdıq. Bu da bərabər olur 16 kök altında 2-yə. 35-ci sualda deməli bizə nə verilibdir? B bucağına deyir ki, B bucağı 50 dərəcəyə bərabərdir. K nöqtəsi medianların kəsişmə nöqtəsidir. Hətta M nöqtəsi AC-nin orta nöqtəsidir. Yəni bu bir növ bizə deyir ki,
BM-i birləşdiriləsi olsa, biz əgər BM bu üçbucağın medianı olardı. Daha sonra nə verilibdi? MK-nın qiyməti 9 santimetrdir və deyir ki, B nöqtəsi bu çevrəni, yəni çevrəni özümüz tamamlayaq, bunun mərkəz nöqtəsidir. İndi gedək nəyə? Bizdən soruşur ki, YKF qövsünün uzunluğunun tapılması lazımdır. Biz də bilirik ki, qövsün uzunluğunu tapmaqdan ötrü 2 pi r vur alfa böl 360 düsturuna getmək lazımdır. Bir dənə bizə lazımdır nə? Radiusun qiyməti və qövsə uyğun olan mərkəzi bucağın dərəcəsi. Yazırıq 2 pi. Gedək radiusun qiymətinin tapılmasına. Radius bu hissələrdə, düzdürmü? Medianlarla bağlı belə bir qayda var idi ki, medianlar bir nöqtədə kəsişirdilər və bu zaman təpədən başlayaraq 2-nin 1-ə nisbətdə bölünürdülər. Əgər onda 1 K-ya 9 düşübdürsə, bu hissə bundan 2 dəfə böyük olacaqdır. Yəni radiusun qiyməti 18-ə bərabər olacaqdır. Keçək alfa bucağının dərəcəsinə. Alfanın da bayaq bizə ABC bucağının dərəcə ölçüsünü verdikdə demişdi ki, 50 dərəcəyə bərabərdir. Onda burada yazdıq 50 dərəcə. Baxın, sıfırlar bir-birlərini ixtisar eləyir. Yəni sürət və məxrəc onu ixtisar elədik. 2-ni 18-ə vuranda 36 eləyir. 36-da 36 ilə ixtisar gedir. Geriyə qalır 5 pi.